Salam, hörmətli izləyicilərimiz. Bugün sizə Wi-Fi parolunu sındırma haqqında ikinci dərsi keçəcəm. İlk dərsdə tam sındırmanı öyrətmişdim, amma axıra kimi göstərməmişdim. İndi isə tamamilə göstərəcəm onu. İlk öncə həmin proqramı yükləmək üçün Google Chrome-a giririk. Google Chrome-da share.az saytına daxil oluruq. Həmən proqramı tapmaq üçün axtarış bölməsinə Soxulcan yazırıq, kifayətdir. Gördüyünüz proqramlar gələcək, elə birincini seçirik. Download file knopkasına klik edirik və gözləyirik fail yüklənməsin. Və gördüyünüz kimi fail yükləndi. Wi-Fi parolunu sındırmaq Soxulcan. Bu papkaya daxil olursunuz. Papkada iki proqram var. Biri Dumpbear, biri də Jumpstart. İlk öncə Jumpstart proqramını setup ilə yükləyirik. Məndə yüklənən olduğu üçün bir də yükləmirəm. Setup vasitəsilə yükləyirik. Yükləndikdən sonra Dumpbear proqramını isə kopyalayıb monitora atırıq. Gördüyünüz kimi monitora atırıq. Və növbəti mərhələ. Növbəti mərhələdə bizim kompüterimiz internetdən ayrılmalıdır mütləq. İlk öncə internetdən ayırırıq, bağlantını kəsirik və daxil oluruq Dumpbear proqramına. Gördüyünüz bu proqramda ikinci bölmə VPS bölməsinə daxil oluruq. Birincini seçirik. Gördüyünüzü scanner knopkasını daxil edirik. Baxın, burada sındıra biləcəyimiz Wi-Fi adları gələcəkdir. Məndə hal-hazırda 1 gəlir. Bu da 28%-dir. 20%-dan yuxarı olan burada gələn Wi-Fi-ləri demək olar hamısını sındırmaq mümkündür. Sındırmaq üçün üstünə bir dəfə klik edirik. Bura bu adları düşür. Sonra bu knopkanı klik edirik. Sonra bunu və gözləyirik. Heç bir knopkanı basmırıq. Özü ardıcıllıqla yerinə yetirir. Və nəhayət Wi-Fi parolu sındırıldı və Wi-Fi-yə daxil oldu. Gördüyünüz kimi Wi-Fi-yə daxil oldu. Və Wi-Fi-nin kodunu öyrənmək üçün isə bura gəlirik. Bu hər hansı sındırdığımız Wi-Fi-nin üstünə sağ düyməni basırıq. Bağlantı xüsusiyyətlərinə baxırıq. Gördüyünüz bu işarəni daxil etdikdə həmən parol gəldi. Həmən parol yazıldı və oradan parol götürürük. Lazım olan telefona, kompüterə daxil edirik. Və beləcə Wi-Fi parolu sındırıldı.